Salam. Bugünkü bölməmiz atmosfer bölməsi. Atmosfer hadisələri testlərini izah eləyəcəyik. 190-cı sualdan etibarən. 190-cı sual. Sxemdə verilən B məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu artırır? Alçaq enliklərdən yüksək enliklərə doğru gedərsə temperaturu artırar. Yəni, burada doğru cavab olacaq 1 və 5. 1 və 5 də 40 şimal enliyindən 44 şimal enliyinə gedir. Yəni 40 şimal enliyi daha istidir. Deməli, 40 şimaldan 44 şimal enliyinə gedirsə temperaturu artırır. 1 ilə 5 doğru cavabdır. Əgər temperaturu azaldar soruşsaydı, o zaman olasıydı 3 və 6. Çünki 40 şimal enliyi daha soğukdur, 36 şimal enliyinə gəlmiş olacaq. 191. A nöqtəsində atmosfer təzyiqi 650-dir. Biz A nöqtəsinə 650 yazaq. Kəsmə yüksəkliyi 150 metr olduğunu bilərək müvafiq olaraq B və C nöqtələrində təzyiqi hesablayın. A ilə C arasında bir dənə ara var, yəni bir dənə kəsmə yüksəkliyi var. 1 vuraq 150, bu eləyəcək 150 metr fərq. 150 metrin də biz təzyiqlə hesablayası olsa 15 millimetrlik fərq edir. A ilə B arasında isə A ilə B arasında 2 dənə ara var. 2-ni vuraq 150-yə, yəni 2 dənə kəsmə yüksəklik var. 300 metr fərqdir. 300 metrin deyilir 30 millimetr fərq. Ona bölsək 30 millimetr fərq. Deməli, C nöqtəsi aşağıda olduğu üçün ona görə də təzyiq daha çox olmalıdır. 650-nin üzərinə 15 gəlirik. Bu olacaq 665. C nöqtəsində 665. B nöqtəsi yuxarıda olduğu üçün çıxmalıyıq. 650 çıxaq 30 olur 620. Deməli, doğru cavab olacaq 620 və 665. C variantı 191-də doğru cavabdır. 192-də sxemə əsasən AB nöqtələri arasında hündürlük və temperatur fərqini müəyyən edin. Deməli, burada təzyiqi göstərib bizə. A-da təzyiq 650-dir. 650-yə uyğun gəlir. B-də təzyiq isə 350-yə uyğun gəlir. Böyükdən kiçiyə çıxsaq, bunlar arasında 300 millimetr fərq var. 300 millimetr fərq. 1000 metrə 100 isə 1000 metrə 100 millimetrdirsə 300 millimetrə x. X bərabər olacaq 3000 metr. Hündürlük fərqini tapdıq. 3000 metr hündürlük fərqi var. Temperaturu da taparkən 1000 metrə 6 dərəcədirsə, əgər hesablayırıqsa, 3000 metrə x. X də bərabərdir 18 dərəcə. Temperatur fərqi də olacaq 18 dərəcə. A variantı 192-də doğru cavabdır. 193. Sxemdəki A və B nöqtələr arasında hündürlük və təzyiq fərqini soruşur. Bizə bu dəfə temperaturu verib. A-da 30 dərəcədir temperatur, B-də isə 10 dərəcədir. Bunlar arasında 0 dərəcə daha doğrusu. 30 çıxaq 0, 30 dərəcə fərq var. 1000 metrə 6, 30 dərəcə x. X bərabər olmuş olacaq 5000 metr. A ilə B arasında nisbi hündürlük fərqini tapdıq. 5000 metr fərq var. 5000 metr olmayan cavabların üzərindən xətt çəkirək. Çək getsin. Təzyiq fərqini taparkən 1000 metrə tənasib qurası olsa 1000 metrə 100 millimetr azalır. Yuxarı getdikcə təzyiq. 5000 metrə də x. X də bərabər olacaq 500 millimetr. Və yaxud birbaşa 10-a bölüb tapa bilərdik. Deməli, doğru cavab A variantı. 193A. 194. Sxemdə təsvir edilmiş dağlıq ərazidəki A və B nöqtələri arasındakı temperatur və atmosfer təzyiqi fərqini müəyyən edin. Bizə hündürlük verib. A-nın hündürlüyü 500, A-nın hündürlüyü 500, B-nin hündürlüyü 2000. Biz əvvəlcə bunlar arasındakı hündürlük fərqini tapsaq, AB bərabərdir 2000-dən 500 çıxsa 1500 metr. A ilə B arasında 1500 metr fərq var. Yazırıq ki, 1000 metrə 6 dərəcədirsə, 1500 metrə x. X bərabər olmuş olacaq, hesablasaq, 1500-ə 6-ya vurub 1000-ə bölsə, eləyəcək 9 dərəcə.
Temperatur fərqini tapdıq 9. İndi biz təzyiq fərqini də tapmaq istəyiriksə, 1000 metrə 100 millimetr azalırsa təzyiq, 1500 metrədə x. X də bərabər olmuş olacaq 150 millimetr fərq. Temperatur 9, təzyiq isə 150 millimetr. D variantı doğru cavabdır. 195. Sxemə əsasən təzyiqin ən az, sutqalıq temperatur amplitudunun ən yüksək olduğu məntəqəni müəyyən edin. Deməli, e, sutqalıq temperatur amplitudunun ən yüksək. Biz demişik ki, okean və dənizlərdən uzaqlaşdıqca təzyiq artır, təzyiq azalır hündürlüyə doğru. Və yaxud belə deyə bilərik. Okean və dənizlərdən materiklərin daxilinə getdikcə, qurunun içərisində getdikcə amplitud artır. Bizdən əgər soruşursa ki, sutqalıq amplitud ən yüksək olsun, deməli dənizdən ən uzaq olan olmalıdır. Dənizdən də ən uzaq nöqtə burada 1-dir. Doğru cavab C variantı. 196. Deməli, deyir ki, bizə sxemdə kəsmə yüksəkliyi 100 metr olarsa, hansı məntəqələr arasında temperatur fərqi 24 dərəcə olar? Deməli, 24 dərəcə neçə metr eləyir? 1000 metrə 6 dərəcədirsə, 24 dərəcə x. X bərabər olmuş olacaq 4000 metr. Deməli, məntəqələr arasında 4000 metr fərq olmalıdır. Kəsmə yüksəklik də 1000 metrdirsə əgər, biz elə bir nöqtələr tapmalıyıq ki, arasında 4 dənə kəsmə yüksəkliyi olsun. M-lə D-yə baxsaq, 1, 2, 3 dənə ara var. MD ola bilməz. Sonra Y ilə M-ə baxsaq, Y ilə M arasında 2 dənə ara var. Bu da olmaz. A ilə Y-yə baxsaq, 1, 2, 3, 4 dənə ara var. Doğru cavab olur A ilə Y arası. D variantı doğru cavabdır. 197. Verilmiş qrafikdə hansı göstəricilər arasında asılılığa uyğun gəlir? Havanın temperaturu artdıqca buxarlanma artır. Bu düz mütənasibdir. Havanın temperaturu artdıqca buxarlanma qabiliyyəti də artır. Bu da düz mütənasibdir. Havanın temperaturu ilə nisbi rütubət quru üzərində tamamilə tərs mütənasibdir. Doğru cavab olacaq C variantı. Atmosfer təzyiqi və havanın nisbi rütubəti elə bir asılılıq yoxdur. Atmosfer təzyiqi və havanın sıxlığı, bunu da çıxırıq. Doğru cavab olacaq C variantı. 198. Dağın zirvəsində temperatur -6,5-dir. Dağın zirvəsi burada 3600 metrdir. -6,5 yazaq. Kəsmə yüksəkliyi 250 metr olduğu nəzərə alaq, A məntəqəsində havanın temperaturunu hesablayın. Deməli, kəsmə yüksəkliyi 250-dirsə, 3600-dən aşağıda gələn ilk horizontal 250-yə bölünən bir ədəd olmalıdır. Olacaq 3500 metr. İlk horizontal, daxili horizontal 3500 metr. 1, 2, 3, 4, 5 dənə ara varsa bunların arasında 5 vuraq 250, bu eləyəcək 1250 metr. Yəni, daxili horizontalla A arasında 1250 metr fərq var. A-nın hündürlüyünü tapa bilərik. 3500 çıxaq 1250. Bu eləyəcək 2000. Bu eləyəcək 2250 metr. A-nın hündürlüyünü də tapdıq. A məntəqəsində temperaturu soruşur. A-nın hündürlüyü məlum, zirvənin hündürlüyü məlum. 3600-dən 2250-ni çıxsaq, bu eləyəcək 1350 metr fərq. Biz zirvə ilə A arasındakı fərqi bilməliyik ki, ona əsasən temperaturu hesablayaq. 1000 metrə 6-dırsa, 1350-yə x, x bərabər olmuş olacaq. Deməli, 8,1 dərəcə fərq. Bu qədər fərq var. Zirvə ilə A nöqtəsi arasında 8,1 dərəcə fərq var. Zirvədə -6,5-dirsə, A aşağıdadır. Toplayacaq bunları. 8,1. Bu da eləyəcək müsbət 1,6. Doğru cavab olacaq Y variantı. 199. Verilmiş coğrafi koordinatlara əsasən şimaldan cənuba doğru qar xəttinin hündürlüyünün artdığı məntəqələri müəyyən edin. Deməli, şimaldan cənuba doğru qar xəttinin hündürlüyünün artdığı
Bu şimal yarımkürəsidir. Çünki cənub yarımkürəsində cənuba doğru qar xəttinin hündürlüyü artır. Şimal yarımkürəsinə aid olan burada sadəcə 1 və 3 var. 1 və 3. Çünki 2 və 4 baxırıq ki, cənuba doğru dərəcələr artırsa, bu cənub yarımkürəsidir. 2 ilə 4 ola bilməz. 1 ilə 3 doğru cavabdır. Hansı daha cənubdadırsa, orada qar xətti daha hündürdə olacaq. Deməli, əvvəlcə 1 gələcək, sonra isə 3 gələcək. Y variantı doğru cavabdır. A məntəqəsində temperatur 12 dərəcədir. Kəsmə yüksəkliyi 100 metr olduğunu bilərək B və C məntəqələrinin temperaturunu istəyir bizdən. A ilə B arasında 2 dənə ara var. 2 vuraq 100, 200 metr. A ilə C arasında AC bərabərdir. 3 dənə ara var. 3 dənə kəsmə yüksəklik var. Bu olacaq 300 metr. Fərq. Deməli, 200 metrin temperatura çevrəsi olsa 1000 metrə 6 dərəcə, 200 metrə x. Bu eləyəcək 1,2 dərəcə fərq. 300 metr isə temperatur olaraq eləyəcək 1,8 dərəcə fərq. B nöqtəsi yuxarıda olduğu üçün çıxmalıyıq. 12 çıxaq 1,2. Bu eləyəcək 10,8. B-də temperatur 10,8. C aşağıda olduğu üçün üzərinə gəlməliyik. 1,8-i gəlsək, bu da olacaq 13,8 dərəcə. Deməli, 10,8 və 13,8 doğru cavabdır B variantı. 201-ci sualda, deməli, 720 mm-dir A-da təzyiq. B və C məntəqələrində istəyir. A ilə B arasında 2 dənə ara var, 2 dənə kəsməklik yüksəklik var. 2 vuraq 100, 200 metr fərq. A ilə C arasında AC bərabərdir 3 vuraq 100, 300 metr fərq. 200 metrin təzyiq olaraq 20 mm deməkdir. Yəni 100 metrə 10 mm azalırsa yuxarı getdikcə 200 metrə də 20 mm olacaq. Burada da o 300 metrin olacaq 30 mm. Ona bölərək də tapa bilərik. B yuxarıda olduğu üçün yuxarı getdikcə təzyiq azalır. 720-dən çıxırıq 20-ni. Olur 700 mm. B-ni tapdıq. C-ni taparkən C aşağıda olduğu üçün təzyiq artmalıdır. 720 üstə gələk. 30, 750. Bu da C. Deməli, doğru cavab 700 və 750 olmalıdır. 201-də doğru cavab olacaq. 201-də doğru cavab olacaq C variantı. 202. Sutkalıq havanın temperaturunun sutkalıq gedişinə əsasən fiziki aşınmanın daha zəif getdiyi. Deməli, fiziki aşınma gecə ilə gündüz arasında temperatur fərqi nə qədər çox olarsa çox gedir, az olarsa az gedir. Məsələn, birinci qrafika baxsaq, gecə ilə gündüz arasında təxminən 50 dərəcə fərq var. -10-dan başlayıb 40-a qədər. İkinci qrafikdə 0-dan başlayıb 30-a qədər 30 dərəcəlik fərq var. Üçüncü qrafika baxsaq. D ilə Y-yə baxaq daha doğrusu. Deməli, hardasa 15 dərəcədən başlayır, bəlkə də 60 dərəcəyə qalxır temperatur. Yəni, hardasa 45 dərəcəlik fərq var. Y-də isə 10-dan başlayıb 40-a qədər 30 dərəcəlik fərq var. Amma C variantına baxsaq, doğru cavab C variantıdır. Ən aşağı temperatur 20 olub, ən yuxarı 30 olub. Yəni, 10 dərəcəlik fərq var. Sutkalıq temperatur amplitudu nə qədər çox olarsa, fiziki aşınma çox gedir. Az olarsa az gedir. C variantı doğru cavabdır. 203-cü sualda bu dəfə fiziki aşınmanın daha intensiv getdiyi deyir. İntensiv getdiyi deyirsə amplitud çox olmalıdır. Gecə ilə gündüz arasında fərq çox olmalıdır. Burada da cavablara baxsaq, ən çox fərq görünür C-də. 0-dan başlayıb 40-a yaxınlaşır. Deməli, ən çox fərq C-də olduğu üçün doğru cavab olacaq C variantı. 204. Okean səviyyəsində atmosfer təzyiqinin orta gözdə coğrafi enlikdən asılılıq qrafikini müəyyən edin. Yüksək və alçaq atmosfer təzyiqindən gedir söhbət. 0 dərəcə ekvator, 30 dərəcə tropik enliklər, 60 dərəcə mülayim enliklər və 90 dərəcə qütblər. Deməli, ekvator və mülayim enliklərdə alçaq təzyiqdir.
Tropik və qütblərdə isə yüksək təzyiqdir. Burada cavablara baxsaq, elə A variantında ekvatorda təzyiq azdır, tropik enliklərdə təzyiq çoxdur, mülayim enliklərə doğru azalır, qütblərdə isə yenidən artır. Deməli, tropiklərdə və qütblərdə yüksək təzyiqdir, yəni təzyiq çoxdur, mülayim və ekvatoral hissədə isə azdır. Doğru cavab olur A variantı 204-dən. 205. Atmosfer təzyiqi sahələrinin il boyu yüksək, il boyu alçaq və fəsillərdən asılı olaraq dəyişdiyi. Demək, il boyu yüksək təzyiq deyirsə, bu ya tropik enliklər olmalıdır, ya da qütblər olmalıdır. Burada cavabların içərisində qütb göstərməyib. Tropik enliklərə düşən 5 var, 3 var, tropik enliklərə düşən. Ya 3 ilə ya da 5 ilə başlamalıdır cavab. 3 ilə 5 ilə başlamayanların üstündən xətt çəkirik. İkincisi il boyu alçaq deyirsə, ya ekvator, ya mülayim enliklər olmalıdır. İkincisində bir və ya 4 olmalıdır. İkincisində bir və ya 4 olan B variantı da var. D variantı da var. Fəsillərdən asılı olaraq dəyişən subtropik enliklər və yaxud subekvatoral enliklər olmalıdır. Subtropikə düşən bu 2 var. Deməli, doğru cavab olacaq B variantı. 206-cı sual. Ətəkdə atmosfer təzyiqi 760, zirvədə 260-dır. Biz bu dağın nisbi hündürlüyünü tapa bilərik. 2 təzyiq veribsə bizə 760-dan çıxırıq 260-ı. Dağın nisbi hündürlüyü oldu 5000 metr. İndi temperaturu tapa bilərik. 1000 metrə 6 dərəcədirsə 5000 metrə x, x bərabər 30 dərəcə fərq. Yəni zirvə ilə ətək arasında bu qədər fərq var. Əgər bizdə ətəkdə temperaturu 24 veribsə, zirvəni tapırıqsa 24 çıxa 30, bu da eləyəcək -6. Doğru cavab B variantı. 207-də bizə yenə də eyni şəkildə təzyiqləri verib, dağın nisbi hündürlüyünü tapa bilərik. 750 çıxa 350, 400 millimetr fərq var. 1000 metrə 100 millimetrdirsə, 400 millimetrə, daha doğrusu 400 millimetrə, bəli, hündürlüyü tapan nisbi hündürlüyü x bərabər olmuş olur 4000 metr. Dağın nisbi hündürlüyünü tapdıq. 1000 metrə 6-dırsa, temperatura hesablayırıq indi də. 4000 metrə x, x bərabərdir 24 dərəcə fərq. Deməli, bizə dağın ətəyində temperaturu verib zirvədə soruşursa, zirvəni tapanda çıxırıq. 20 çıxa 24, bu da eləyəcək -4. Y variantı doğru cavabdır. 208. Sxemdə kəsmə yüksəklik 100 metrdir. B nöqtəsində temperatur 10 dərəcədir. 10 dərəcəni biz yazaq. A nöqtəsində havanın temperaturunu və B nöqtəsinin mütləq hündürlüyünü tapın. Əgər kəsmə yüksəkliyi 100 metrdirsə, bu da bir çökəklikdir. İlk horizontal olacaq 0. Çünki -50-dən böyük 100-ə bölünən ilk ədəd 0-dır. 0, 100, 200, 300. B-nin mütləq hündürlüyünü tapdıq. B 300. Hansı cavablarda 300 yoxdursa, onları ataq geçsin. 2 dənə cavab qaldı. E, Bunu biz məntiqi şəkildə də tapa bilərik, amma mən izah olaraq verirəm. A ilə B arasında 300 çıxaq 50 metr fərq var. -50. Bu edir 350 metr fərq. 1000 metrə 6-dırsa 350 metrə x. X bərabər olmuş olacaq 2,1 dərəcə. 2,1 dərəcə fərq var. Bizdə A-da temperatur istəyirsə, A çökəklikdə yerləşir. Temperatur artmalıdır. Aşağı doğru getdikcə temperatur artır. Deməli, 10 üstə gələ 2,1. Bu da eləyəcək 12,1 dərəcə. A variantı doğru cavabdır. ABC nöqtənin mütləq hündürlüyünə uyğun gələrək qrafiki müəyyən edin. Deməli, A birinci horizontal üzərində yerləşir okeandan sonra. C üçüncü horizontalın üstündə yerləşir. B də üçüncü horizontalda yerləşir. 4T isə dördüncü horizontalda yerləşir. Buradan belə bir nəticəyə gəlirik ki, ən böyük T'dir. B ilə C də bir-birinə bərabərdir. Şimdi biz burada baxaq görək B'nin və C'nin bir-birinə bərabər olduğu, A'nın ən kiçik olduğu hansı var?
hündürlük olaraq. Deməli C variantı doğru cavabdır. 210-cu sual. Mütləq rütubətin və temperaturun vaxta görə dəyişməsi nəticəsində nisbi rütubətdə aşağıdakı qiyməti almışdır. Qrafiki soruşur bizdən. Deməli, nisbi rütubətlə temperatur tərs mütənasibdir. Nisbi rütubət çox olarsa temperatur az olur. Deməli, bunlar içərisində ən soyuğu budur. Yəni temperaturu ən az olan. Ən istisi isə 3-dür. Çünki nisbi rütubət azdır. Ən isti. Biz seçimimizi bu şəkildə eləməliyik. Qrafika baxaraq ən soyuq 2 olacaq, ən isti isə 3 olacaq. Qrafika baxsaq, ən isti 1, ən soyuq isə 2 olmalıdır. Bu da uyğun gəlir B variantına. Daha doğrusu diqqətlə baxaq. Deməli, ən istisi olmalıdır 3, ən soyuğu 2. Ən isti 3, ən soyuğu 2. Daha doğrusu doğru cavab olmalıdır D variantı. Sonra 211 də o tipdə sualdır. Deməli, burada da nisbi rütubət ən çox hansındadırsa ən soyuq odur. Ən soyuq 2. Nisbi rütubət ən az hansındadırsa ən isti də odur. Ən isti də olacaq 1. Baxırıq qrafiklərə, ən isti 1 olmalıdır. 1-in ən çox yuxarı olduğu, ən aşağıda olmalıdır 2. C variantı doğru cavabdır. 212. Bizə 2 dənə temperatur veribsə, təzyiqi soruşursa, əvvəlcə biz dağın nisbi hündürlüyünü tapaq. Böyükdən kiçik çıxırıq. 21 dərəcə fərq var. 1000 metrə altı, 21 dərəcə x. X bərabər olmuş olur 3500 metr. Dağın nisbi hündürlüyü oldu 3500 metr. 3500 metrdə təzyiq olaraq eləyir 350 millimetr. Ona bölərək tapa bilərik. Və yaxud 1000 metrə 100 isə 3500 x o şəkildə tapa bilərik. 212, 213. Dağın ətəyində atmosfer təzyiq, dəniz səviyyəsində havanın temperaturu 27, zirvədə -3-dür. Dağın mütləq hündürlüyünü və zirvədəki atmosfer təzyiqini hesablayın. Deməli, 27-dən biz -3-ü çıxsaq, 30 dərəcə fərq var. 1000 metrə 6 dərəcə, 30 dərəcə x. X bərabər olmuş olur 5000. 5000 metr. E, O dağın ətəyi okean səviyyəsində olduğu üçün elə bu dağın mütləq hündürlüyü 5000 metrdir. Əgər təzyiq istəyirsə, okean səviyyəsində təzyiq 760-dır. 760-dan çıxacağıq 500-ü. Bu da eləyəcək 260. Bu 500-ü hardan aldıq? 5000 metri 5000 metr yuxarı qalxanda təzyiq 500 millimetr azalır. 1000-ə 100 isə 5000-ə x oradan tapırıq bu 500-də. Deməli 5000 metr və 260 doğru cavabdır C variantı. 214. Dəniz səviyyəsində 20, zirvəsində 11 tam. Eyni şəkildə 20 çıxaq 11 tam 10-8. Bu eləyəcək 31 tam 10-8 dərəcə. 1000 metrə 6, 31 tam 10-8-ə x. X bərabər olmuş olacaq. Deməli 5300 metr. Dağın ətəyi dəniz səviyyəsində olduğu üçün elə bu dağın mütləq hündürlüyü olacaq 5300. Təzyiqə gəlincə, okean səviyyəsində təzyiq 760-dır. Bundan çıxırıq 530-u. Bu da eləyəcək 230 millimetr. Bu 530-u hardan aldıq? 1000 metrə 100 millimetr isə 5300-ə eləyir 530 millimetr. Ona da bölərək tapa bilərsiniz. A variantı doğru cavabdır. 215-ci sual. A məntəqəsində havanın temperaturu 4-12. A-nı biz yaxşı olar ki, gətirək qoyaq bura. Çünki bu tip sxemlərdə dənizdən başlayır hər ikisi. Dənizdən başladığı üçün baxırıq ki, dənizdən əgər hesablayası olsaq, bir ikinci horizontalın üstündədir A. Burada da
Bir, ikinci horizontalın üstünə A-nı qoyaq ki, işimiz daha rahat olsun. Hesablama işlərimiz daha rahat olsun. Deməli, 7,8-dən biz çıxırıq 4,2-ni. Bu olur 3,6 dərəcə fərq. 1000 metrə 6-dırsa 3,6-nın x. X bərabərdir 600 metr fərq. Biz nə tapmış olduq? Biz tapdıq ki, A ilə C arasında 600 metr fərq var. A ilə C arasında bir dənə ara olduğu üçün kəsmə yüksəkliyi 600 metr deməkdir. Kəsmə yüksəkliyi tapdıq. B ilə dəniz arasında 1, 2, 3, 4, 5, 6, 7 dənə ara var. 7 vuraq 600-ə, belə 4200 metr. B-nin hündürlüyü də məlum 4200 metr. 4200 metrin təzyiqə çevirsək 420 millimetr fərq deməkdir. Yəni dənizlə bunun arasında, B arasında 420 millimetr fərq var. Dəniz səviyyəsində təzyiq 760 olur. 760 çıxart 420, bu da eləyəcək 340. Doğru cavab olacaq 340. B variantı. 216-cı sual. Sxemdə yerin sütun ərzində hərəkəti verilib. Burada bizə yazıb ki, üçüncüyə yazıb 12:00. Ümumiyyətlə bu tip sxemlərdə bura günəşin çıxmasını göstərir, gün çıxır. Bura isə qərb tərəf isə gün batır deyirik. Günortanı əgər 12 veribsə, o zaman gün çıxmasını biz götürürük şərti olaraq 6, günün batmasını 18:00. İndi buradan biz hər bir araya neçə saat düşdüyünü tapa bilərik. Deməli 18 çıxaq 6, 12 saat. Yəni günün çıxması ilə batması arasında 12 saat fərq var. Burada 1, 2, 3, 4, 5, 6. 6 dənə ara var. 12-ni bölsək 6-ya, bu eləyir 2 saat. Yəni bu araların hər birisi 2 saatdır. Hə, bəlkə biz sxemə baxarkən birbaşa bilərik hansında ən yüksək temperatur. Amma yol olaraq deyirəm mən sizə 2 saat. Bura 6-dırsa, bura olacaq 8. Bu olacaq 10. Bunu yazıblar 12:00. Bu olacaq 14:00. Bu 16:00. Ən yüksək temperatur biz bilirik ki, günortadan 2-3 saat keçmişdir. Yəni 14-də ən yüksək temperatur olacaq. D variantı doğru cavabdır. 217. Sxemə əsasən oxlara uyğun gələn küləkləri müəyyən edin. Birinci 30-dan 0-a gəlir. Ekvatora gəlirsə, birinci Passatdır. 1 Passat. Yəni 1-ə 1. 2 30-dan 60-a gedirsə bu qərb küləklərdir. 2-yə 3. 3 90-dan 60-a gedirsə bu cənub-şərq küləyi, yəni qütb küləyidir. 1-ə 1, 2-yə 3 və 3-ə 2 Y variantı doğru cavabdır. 218-ci sualda sxemdə buxarlanmanın ən az və ən çox olduğu əraziləri müəyyən edin. Ən az və ən çox. Deməli, əvvəlcə ən az istədiyi üçün ən az buxarlanma olur səhralarda. Səhraya düşən 1 var və 3 var. Deməli, 1-ə aid olacaq 1, 3. Ən çox olduğu yer tropik, okean və dənizlər üzəri 2 və 4, yəni okean üzəri isti yerlər olmalıdır. Deməli, 2 ilə 4-də ən çox olacaq. A variantı doğru cavabdır. 219 fiziki aşınmanın daha intensiv getdiyi skala temperatur amplitudları. İntensiv deyirsə daha fəal, daha çox. Deməli, amplitud çox olarsa, sutkalıq amplitud çox olarsa, fiziki aşınma çox gedir. Burada biz böyük ədədləri götürəcəyik. 1, 3, 4 doğru cavabdır. 220-də fiziki aşınmanın daha zəif getdiyi sutkalıq temperatur amplitudu deyirsə, bu dəfə kiçik ədədləri götürməliyik. Kiçik ədədlərdə sutkalıq temperatur amplitudu nə qədər az olarsa, o zaman fiziki aşınma zəif gedir. 2, 3, 5 doğrudur. 221 havanın temperaturu yüksələrsə havanın sıxlığı artmır, azalır. Buxarlanma qabiliyyəti artır, doğrudur. Atmosfer təzyiqi aşağı düşər, bəli, tərs mütənasibdir. Havanın enən hərəkəti baş verər. Temperatur artarsa hava yüngülləşir və qalxan hərəkət baş verir.
Okean səthi üzərində rütubətlik artar. Bəli, temperatur artdığı üçün buxarlanma da artmış olacaq, rütubət artar. Buxarlanmanın kəmiyyəti azalmaz, çünki temperaturla buxarlanma düz mütənasibdir. 2, 3, 5 doğru cavabdır. 222. Havanın temperaturu aşağı düşərsə, 1 kub metr havada ola biləcək su buxarının miqdarı artar. Temperatur aşağı düşərsə, 1 kub metr havaya sığacaq suyun miqdarı da azalır. Məsələn, 10 dərəcədə 9 qramdır havaya sığacaq suyun miqdarı, 0 dərəcədə 5 qramdır. 1 olmayacaq. Buxarlanma qabiliyyəti azalar, bəli. Temperatur aşağı düşəndə buxarlanma qabiliyyəti azalır. Yağıntı düşmə ehtimalı artar. Temperatur aşağı düşəndə hava daha tez doyur və yağıntı yağma ehtimalı artır. Hava su buxarı ilə doyma həddindən uzaqlaşar. Əgər havanın temperaturu aşağı düşürsə, o daha tez doyacaq. Buxarlanan suyun miqdarı artar, olmayacaq. Çünki temperatur aşağı düşəndə buxarlanma da azalır. Nisbi rütubətli artar. Bəli, nisbi rütubətlə temperatur tərs mütənasibdir. Doğru cavab olacaq 2, 3, 6. 223. Deməli, rütubətli əmsalı 600 bölək 450. 600 yağıntını göstərir. 450 isə mümkün buxarlama, yəni buxarlama qabiliyyətini göstərir. Burada əgər bunu bölsək, birdən böyük bir ədəd edir, rəqəm edir və yaxud. Birdən böyüksə bu rütubətli ərazidir. Rütubətli ərazidə suvarmaya ehtiyac yoxdur. Birdən böyük olan yerdə suvarmaya ehtiyac yoxdur. Yarım səhra və quru çöl iqlimi də ola bilməz. Çünki yarım səhra və quru çöl iqlimi isti quraq ərazilərdir. Düz radiasiyada adətən yağıntının az olduğu yerlər üçün xarakterikdir. Deməli, burada doğru cavab olacaq 2. Yağıntının miqdarı çoxdursa, səpələnən radiasiya çox olacaq, buludluq çoxdur. Və rütubətli əmsalı birdən böyük olarsa, orada kimyəvi aşınma çox gedir. 2, 3, 5 doğru cavabdır. 224. 200 bölək 1000 rütubətli əmsalı bu eləyəcək 0,2. Rütubətli əmsalı 0,1, 0,2 olarsa bu səhra deməkdir. Deməli, irriqasiya suvarma deməkdir. Bəli, bunu götürəcəyik. Dəmiyə əkinçiliyi rütubətli yerlərdə olur. 2-nə atırıq. Kimyəvi aşınma rütubətli yerlərdə olur. Bunu da atırıq. Yəni, rütubətli əmsalı 1 və 1-dən böyük olan yerlərdə olur kimyəvi aşınma daha çox. Fiziki aşınma, bəli, isti quraq ərazilərdə olur. Rütubətli əmsalı 0,6-dan az olarsa, orada fiziki aşınma intensiv gedir. Yarım səhra və səhra landşaftının formalaşması doğrudur. Çay şəbəkəsi rütubətli yerlərdə olur. Doğru cavab olacaq 1, 4, 5. 225. Alçaq təzyiq qurşaqları deyərkən ekvator və 60 dərəcə enliklər nəzərdə tutulur, yəni mülayim enliklər. Alçaq təzyiq deyirsə, 0-a və 60-a yaxın ədədləri götürəcəyik. 0-a yaxın burada 4 var və 5 var. 60-a da ən yaxın olan 2 var. Deməli, 2, 4, 5 doğru cavabdır. Yüksək təzyiq qurşaqları 30 dərəcələr və 90 dərəcə, yəni tropiklər və qütblərdir. Burada yüksək təzyiq qurşağı deyərkən 30 və 90-a yaxın və eyni ədədləri götürəcəyik. 2 var, 6 var və 90-a da yaxın olan 1 var. Deməli, 1, 2, 6 doğru cavabdır. 227. Buxarlanma qabiliyyətinin böyük, buxarlanmanın az olduğu ərazilər, buxarlanma qabiliyyəti böyükdürsə, demək bu isti ərazidir. Burada söhbət səhra, yarım səhralardan gedir. İsti quraq ərazilər. Səhra, yarım səhra. Daimi donuşluq soyuq ərazilərə aiddir. Dəmiyə əkinçiliyi rütubətli yerlərdə olur. Torpaqlarda humusun miqdarı daha çox olan rütubətli əmsalının çox olduğu yerlərdə olur. Deməli, doğru cavab olacaq səhraya aid olan xüsusiyyətlər 2, 3, 5. 2, 3, 5 doğru cavabdır. 228-ci sual. Buxarlanma qabiliyyətinin daha kiçik olduğu ərazi deyirsə, soyuq ərazilərdir. Soyuq ərazi. İndi biz soyuq əraziyə aid olan xüsusiyyətlər seçəcəyik. Sutkalıq temperatur amplitudu böyükdür, bu səhralara aiddir. Fiziki aşınma prosesi intensiv gedir, bu səhralara aiddir. Aqroiqlim daimi donuşluq yaranmışdır. Bunu götürə bilərik. Dəmiyə əkinçiliyi üçün əlverişli şəraitə malikdir. Ümumiyyətlə, dəmiyə əkinçiliyi çox soyuq olan ərazilərdə də olmur. Çünki
Qütb və qütb ətrafı ərazilər də buxarlanma qabiliyyəti az olanlar o ərazilərdə əkilməyən yerlərdir. Bitkilər aləmi kasıbdır. Bunu götürürük. Aqroiqlim ehtiyatı ilə zəif təmin olunmuşdur. Soyuq yerlərdə aqroiqlim ehtiyatı az olur. İsti yerlərdə çox olur, soyuq yerlərdə az olur. Deməli 1, 5, 6 doğru cavabdır. 229 şimal passatları ilə şimal qütb enliklərindən əsən küləklərin ümumi cəhətləri. Qütbdən əsən külək hər halda isti külək ola bilməz. Biri çıxırıq. Şimal-şərq küləyi doğrudur. Şimal passatları da şimal-şərqdən əsir. Şimal qütbündən əsən qütb küləyinin adı şimal-şərq küləyidir. İkini götürürük. İl ərzində istiqamətini dəyişmirlər. Bəli, hər ikisi daimi külək olduğu üçün istiqamətini dəyişmirlər. Cənub-şərqə deyil, cənub-qərbə doğru gedirlər. Passatlar tropikdən əsdiyi üçün soyuq külək ola bilməz. Yüksək təzyiqdən alçaq təzyiqə doğru əsirlər doğrudur. 2, 3, 6 doğru cavabdır. 30-cu sual. Biriz və musson küləklərinin oxşar əlamətləri su və quru səthinin qeyri-bərabər qızmasından yaranırlar. Bəli, birizlər sutqalıq küləklərdir, dənizlə quru arasında olur. Mussonlar isə illik küləklərdir, fəsildən asılı olaraq okeanla materik arasında olur. Meridional istiqamətdə əsirlər, belə bir əlamət yoxdur. İstiqamətlərini dəyişirlər, bəli. Sutqaya görə və fəslə görə dəyişirlər. Materiklərin daxilinə bol yağıntı gətirirlər. Birizlər yağıntı gətirməyən küləklərdir. Soyuq və quru küləklərdir, bunu deyə bilmərik. Atmosfer təzyiqi fərqindən yaranırlar. Bütün küləklər təzyiq fərqindən yaranır. 1, 3, 6 doğru cavabdır. 31-ci sual. Passat küləklərinin təsirinə məruz qalan passat küləkləri tropik enliklərdən ekvatoral enliklərə gəlir. Yəni biz iki tropik arasında olan əraziləri götürməliyik. İki tropik arasında düşən ərazilər 3, 4 və 6-dır. 3, 4, 6 doğru cavabdır. 232-də qərb küləkləri deyirsə, qərb küləkləri 30 dərəcə enliklərlə 60 dərəcə enliklər arasındadır. Hər iki yarımkürədə fərqi yoxdur. Yəni tropik enliklərdən mülayim enliklər əsir. Tropikdən mülayim enliklər arasında olan burada 1, 2 və 5 cavabları var. 1, 2, 5 doğru cavabdır. 233. Buxarlanmanın ən yüksək və ən aşağı kəmiyyəti. Buxarlanma üçün temperatur və su lazımdır. Buxarlanmanın ən yüksək kəmiyyəti olacaq tropik enliklərin okean səthi üzərində. Ən az kəmiyyəti olacaq tropik səhralarda. 2, 4 doğru cavabdır. 234-də buxarlanma qabiliyyətinin ən yüksək olduğu ən isti yerlər deməkdir bu. Ən isti yerlər bilirik ki, tropik enliklərin səhralardır, biri götürəcəyik. Ən aşağı kəmiyyəti isə qütb və qütb ətrafı ərazilər. Qütb adı yoxdur burada. Qütb ətrafı enlikləri götürürük. 1, 4 doğru cavabdır. Çünki buxarlanma qabiliyyəti isti olan yerlərdə çox, soyuq olan yerlərdə az olur. 235. Relyef formasına uyğun gələn əlamətləri müəyyən edin. Bu bir dağdır. Çünki 800 daha içəridə, 400 daha aşağıdadır. Dağdır. Biri götürürük. Çökəklik deyil. Kəsməklə yüksəklik 200 metrdirmi? 800-dən 400-ü çıxsaq və 2-yə bölsək, 2-dən ara var 800-dən 400 arası. Doğrudur. 1, 3. A və B arasında temperatur fərqi 4,8-dir. A-nın hündürlüyü A-nın hündürlüyü burada tapsaq, bizdə dəqiqə bu 800-ü diqqətlə baxım görüm 800-ü içəriyə mi qoyublar, nöqtənin üstünə mi qoyublar? Buna diqqətli baxmaq lazımdır. Yəni cavab səhv getməsin. Bu dağ doğrudur. Çox güman ki 800 elə horizontalın üstündədir. Yerə qəbul eləsək, kəsmə yüksəkliyi 200 metrdir. Bu da doğrudur. 1, 3 çökəklik deyil. A ilə B arasında əgər kəsmə yüksəkliyi 200 metrdirsə, onda B-nin hündürlüyü olacaq 600. A-nın hündürlüyü 200 metrdir. 400, 200, A hündürlüyü olur 0. A'nın hündürlüyü 0 olur. B'nin hündürlüyü 600. 600'den 600 metri biz vursaq 0,6'ya
3,6 eləyir. A ilə B arasında e, A ilə B arasında. Ha, B burada əslində 600 deyil də biz burada veriblər 800-ün üstündə 800-dür. Deməli 4,8 eləyir. 1, 3, 4. A nöqtəsi ən yüksəkdə yerləşir olmayacaq. Nisbi hündürlük 1000 metrdir. Nisbi hündürlük yəni əgər tapsaq ki 800 budur, A bu da olmayacaq. 1, 3, 4-dür. Sadəcə o nöqtələrin yerində biraz problem var. 1, 3, 4. Digərləri uyğun gəlmir. 236. Səpələnən radiasiya ümumi radiasiyanın 80%-dən çoxunu təşkil etdiyi ərazilər. Deməli, səpələnən radiasiya ümumi radiasiyanın 80%-dən çox təşkil etdiyi əraziləri biz ekvatorial ərazilər deyə bilərik. Ekvatorial məsələn. Rütubətli əmsalı yüksəkdir, bir doğrudur. Fiziki aşınma isti quraq ərazilərdə olur. Orada səpələnən radiasiya çox olmur. Sıx çay şəbəkəsi yarana bilər. Bəli, buludlu yerdir. Rütubətli yerdə suvarmaya ehtiyac yoxdur. Kimyəvi aşınma intensiv gedir, doğrudur. Sutkalıq temperatur amplitudu ekvatorial ərazilərdə azdır. Ümumiyyətlə buludlu ərazilərdə az olur. 1, 3, 5 doğru cavabdır. 237. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi. Şimal mülayim işıqlanma qurşağı 23,5 şimal enliyi ilə 66,5 şimal enliyi arasıdır. Cənub mülayim işıqlanma qurşağı deyirsə, bu da 23,5 cənub enliyi ilə 66,5 dərəcə cənub enliyi arasında yerləşir. Bizə deyir ki, şimal mülayim işıqlanma qurşağının cənub sərhədi. Cənub sərhədi 23,5 şimal enliyidir, yəni şimal tropiki. Cənub mülayim işıqlanma qurşağının şimal sərhədi də deyirsə, 23,5 dərəcə cənub enliyidir. Bu da cənub tropiki. Yəni bizə tropiklərə aid olan xüsusiyyətlər soruşur. Günəş zenitdə olmur, səhvdir. Günəş ildə bir dəfə zenitdə olur, 2 doğrudur. Tropiklərdə qalxan hava yox, enən havadır. Enən havanı götürürük. Mülayim iqlim qurşağında yerləşir, yanlışdır. Ekvatordan eyni məsafədə yerləşir, doğrudur. Ekvatordan eyni məsafədə yerləşir. 2, 4, 6 doğru cavabdır. 237, 8. Sutkalıq temperatur amplitudun 11 dərəcə. Böyükdən kiçiyi çıxırıq. Bunlar arasında 7 dərəcə fərq var. Bunlar arasında 7 dərəcə fərq var. Burada 11 dərəcə fərq var. 9 ilə -2 arasında 9-dan -2 çıxsa 11 dərəcə fərq eləyir. 19-dan 8 çıxsa 11 dərəcə fərq eləyir. -9 ilə -2 arasında 7 dərəcə fərq var. Deməli, doğru cavab olacaq 3, 4, 5. Amplitud nədir? Böyükdən kiçiyi çıxırıq. 3, 4, 5 doğru cavabdır. 239. Xəritə sxemdə verilən eyni coğrafi enlikdə yerləşən 1 və 2 məntəqələr üçün ümumi xüsusiyyətlər. Deməli, bir okean dəniz üzərində yerləşir, 2 isə qurunun üzərində yerləşir. Ümumi əlamətlər. Buxarlanmanın miqdarı eyni ola bilməz, su üzərindən, quru üzərində. Eyni enlikdə yerləşəndə düşmə bucağı eyni olur, doğrudur. Hər ikisi qərb küləklərinin təsirinə məruz qalır, fərqi yoxdur, quru və yaxud su. Əks elətdirmə qabiliyyəti səthdən asılıdır. Su üzərində əks elətdirmə daha az olur. Ona görə 4-ü atırıq. Səthin istilik tutumu eyni ola bilməz. Yəni, bunların əks elətdirmə qabiliyyəti, udma qabiliyyəti fərqli olduğu üçün istilik tutumu da fərqli olur. Məsələn, suyun istilik tutumu daha çoxdur. Daha çox udduğu üçün. 2, 3, 5. Fəsil dəyişənlik ikisinə də aiddir. Daha doğrusu 5-i silirik. 5 olmaz. Fəsil dəyişənlik hər ikisinə aiddir. Bəli, 2, 3, 6 doğru cavabdır. 2, 3, 6. 240. A və B məntəqələri üçün fərqli əlamətlərdir. A quru üzərində, B isə dəniz, okean üzərində yerləşir. Fərqli əlamət deyirsə, sutkalıq və illik temperatur amplitudu fərqli olacaq. Bəli, 1. Sonra səthin istilik tutumu su üzərində və quru üzərində istilik tutumu fərqlidir. Bəli, hər ikisinin udma və əks elətdirməsi qabiliyyəti ayrıdır. 1-2 fərqlidir. Musson küləklərinin təsirinə məruz qalması hər ikisinə musson küləkləri təsirinə məruz qalır. Su ilə quru arasında yaranır. 1-2 fərqlidir burada. Bir də qütb ulduzunun görünmə imkanı hər ikisi şimal yarımkürəsində eyni enlikdəsə görünür. Yerli vaxtları fərqli olacaq. Çünki biri daha şərqdə yerləşir. Deməli, 2, 3, 5 doğru cavabdır.
Bir diqqətlə baxaq ki, sualın yarısı o tərəfdədir. Daha doğrusu 205 değil. 1, 2, 1, 2, 5 fərqli cəhətdir. 1, 2, 5. 241 hansı hallarda havanın nisbi rütubəti artar? Yəqin ki, artar cavabıdır. Havanın nisbi rütubəti artar. Yaxşı görünmür burada. Buxarlanma qabiliyyəti artarsa, temperatur artar deməkdir. Yəni 1 olmayacaq. İsti hava yuxarı qalxarsa, isti hava yuxarı qalxarkən nə yaranır? İsti hava yuxarı qalxarkən bulut yaranır və yağıntı yağma ehtimalı var. Doğrudur. 2. Buxarlanmanın miqdarı artarsa, bəli, nisbi rütubət havada olan suyun faizlə miqdarıdır zaten. Havanın temperaturu aşağı düşərsə, havanın temperaturu aşağı düşərsə, nisbi rütubət artar. Bəli, bu da doğrudur. Çünki tərs mütənasibdir. Bura artar qoyaq. Təxmin edirəm ki, artardı bu. Havanın temperaturu yüksələndə nisbi rütubət tərs mütənasibdir, olmayacaq. Enən hava olanda yağıntı olmur. Yağıntı da azsa nisbi rütubət artmayacaq. 2, 3, 4 doğru cavabdır. 242-də də azalar görünür burada. Azalır. Nisbi rütubət azalar. Havanın temperaturu yüksələrsə nisbi rütubət azalar. Tərs mütənasibdir. Qalxan hava üstünlük təşkil edəndə yağış bol olur. Onda nisbi rütubət artacaq. Enən hava axınları olanda yağıntı az olur. Yağıntı da azdırsa, deməli nisbi rütubət azalmış olacaq. Havanın temperaturu aşağı düşəndə nisbi rütubət artır. 4 atırıq. Buxarlanma qabiliyyətinin artması temperaturun artması deməkdir. 1, 3, 5 doğru cavabdır. İsti atmosfer cəbhəsi yaranarsa, isti atmosfer cəbhəsi e, havanın nisbi rütubəti azalır. İsti atmosfer cəbhəsi yaranarsa, ümumiyyətlə isti atmosfer cəbhəsi yaranarsa, nisbi rütubət ilk olaraq azalacaq, amma sonraki vaxtda yağıntı başlayır. Ona görə artmış olacaq. Deməli, 242-də olacaq, daha doğrusu 242-də 1, 3, 5. 1, 3, 5 doğru cavabdır. Gələk 243-ə. 243-də bizə nə göstərir? 243. Deməli, bir şimal-şərq küləyidir, yəni qütb küləyidir. 2 isə passatdır, şimal passatı. Deməli, yüksək coğrafi enliklərə doğru əsir. Biri 90-dan 60 əsir, biri 30-dan 0-a. Hər ikisi aşağı enliklərə doğru əsir. Yağıntının miqdarını artırır. Qütbdən gələn küləklər heç bir halda yağıntının miqdarını artırmır. Alçaq coğrafi enliklərə doğru əsir. Doğrudur. 3. Havanın temperaturu yüksəlir. Qütbdən gələn temperaturu aşağı salır. Şimal-şərq küləkləri də doğrudur. Daimi küləklər doğrudur. Deməli, 3, 5, 6 doğru cavabdır. 244. Düzgün izahı verilən coğrafi terminləri müəyyən edin. Müəyyən istilik şəraitində maksimal buxarlana bilən rütubət miqdarına buxarlanma qabiliyyəti deyilir. Bəli, bir doğrudur. Eyni buxarlanma qabiliyyətinə malik nöqtələr birləşdən xətt izobar deyil, izoqamindir buxarlanma qabiliyyəti. İzobar təzyiqə aiddir. Günəşdən birbaşa yer səthinə çatan günəş şüaları düz radiasiya adlanır, doğrudur. Atmosferin yer səthi ilə təmasda olan alt təbəqəsi stratosfer deyil, troposferdir. Su buxarının maye hala keçməsi sublimasiya yox, kondensasiya adlanır. Mərkəzində alçaq, kənarlarda yüksək təzyiq olan siklon adlanır. Bu doğrudur. 1, 3, 6 doğru cavabdır. 245. İzaha səhv verilən coğrafi terminləri seçin. Rütubətlənmə əmsalı illik yağıntı miqdarının mümkün buxarlanmaya nisbətidir. Bu doğrudur. Səhv lazım. 1 kub metr havada olan su buxarının qramlarla miqdarı nisbi rütubət yox, mütləq rütubətdir. 2. Suyun maye halından buxar halına keçməsi kondensasiya adlanır. Buxardan maye hala keçməsi kondensasiya adlanır. Səhvdir.
Göy üzünün bulutla örtülmə dərəcəsi bulutluq adlanır. Bu doğrudur. Yer səthinə birbaşa düşən günəş radiasiyası düz radiasiyadır. Bu da doğrudur. Yağıntıların miqdarı eyni olan məntəqələri birləşdirən xəttlər izoqalin deyil, izoqiyet adlanır. İzoqalin duzluğa aiddir. 2, 3, 6. 2, 3, 6 doğru cavabdır. 245'te 2, 3, 6 doğru cevap.